Salam əziz şagirdlər. Bugünkü dərsimiz onluq kəsrlərin vurulmasıdır. Vurma əməli vergülü nəzərə almadan natural ədədlərdə olduğu kimi yerinə yetirilir. Hasildə vergüldən sonraki rəqəmlərin sayı onluq kəsrlərdəki vergüldən sonraki rəqəmlərin ümumi sayı qədər olmalıdır. 1,2 vurulsun 1,4. Vergülə fikir vermədən 12 ədədini 14-ə vururuq, 168 edir. Ədəddəki vergüldən sonraki rəqəmləri saysaq edir 2 dənə. Demək ki, hasildə vergüldən sonra 2 rəqəm olmalıdır. Cavabımız olur 1,68. Hasilləri tapaq. 2,8 vurulsun 1,6. Bunun üçün vergülü fikir vermədən 28 ədədini 16 ədədinə vururuq. Alınır 448. İndi isə vergül qoymaq lazımdır. Birinci ədəddə vergüldən sonra bir rəqəm, ikincidə də bir rəqəm var. Deməli, ümumi 2 rəqəm olmalıdır vergüldən sonra. Və sağ tərəfdən başlayırıq, sol tərəfə doğru 2 vaid gəlirik. Cavabımız olur 4,48. 3,5 vurulsun 7,8. Vergülə fikir vermədən 35-i 78-ə vururuq. Alınır 2730. İndi isə vergülü qoyaq. Birinci ədəddə vergüldən sonra bir rəqəm, ikincidə də bir rəqəm var. Deməli, ümumi vergüldən sonra 2 rəqəm olmalıdır. Sağ tərəfdən başlayıb 2 vaid sol tərəfə gəlirik və vergülü qoyuruq. Həqiqətən də vergüldən sonra 2 rəqəm var. Cavabımız olur 27,3. Ədədi 0,1, 0,100-1, 0,1000-1-ə və s. vurmaq üçün vergülü uyğun olaraq 1, 2, 3 və s. rəqəm sola köçürmək lazımdır. Nümunəyə baxaq. 26,5 vurulsun 0,1. Vergülü bir vaid sola çəkmək lazımdır. Cavabımız olur 2,65. 31,8-i 0,1-ə vurmaq istəsək, baxırıq ki, vergüldən sonra 2 rəqəm var. Demək ki, vergül 2 vaid sola çəkilməlidir. Cavabımız olur 0,318. Hasilləri tapaq. 74 vurulsun 0,1. Baxırıq ki, vergüldən sonra 2 rəqəm var. Deməli, vergül 2 vaid sola getməlidir. 74 ədədinin vergülü 4-dən sonradır. Yəni, bu 74 tam deməkdir. Vergül 2 vaid sola gətirdikdə vergül 7-dən əvvələ düşür və burada rəqəm olmadığına görə biz ora 0 əlavə edirik. Cavabımız olur 0,74. 2,136 vurulsun 0,1. 0,1 ədədində vergüldən sonra bir rəqəm var. Deməli, vergül 1 vaid sola gedəcək. Yəni, 2-dən əvvəldə olacaq vergül. 2-dən əvvəldə rəqəm olmadığına görə ora 0 əlavə edirik. Cavabımız olur 0,236. Tələb olunan ölçü vaidləri ilə ifadə edin. 1 mm santimetrlə ifadə edək. Bildiyimiz kimi 1 santimetr 10 mm-dir. Biz kiçik vaiddən böyük vaidə keçəndə onu 0,1-ə vurmalıyıq. 1-i 0,1-ə vururuq. Cavabımız alınır 0,1 cm. 435 cm metrlə ifadə edək. 1 metr 100 cm-dir. Biz kiçik vaiddən böyük vaidə keçərkən 0,1-ə vurmalıyıq. Demək ki, 435-i 0,1-ə vurmaq istəyirik. Vergüldən sonra 2 rəqəm olduğuna görə vergül 2 vaid sola gələcək. Cavab olacaq 4,35 metr. 28 qramı kiloqramla ifadə edək. 1 kiloqram 1000 qramdır. Biz qramdan kiloqrama keçmək üçün onu 0,1-ə vurmalıyıq. 1000-də vergüldən sonra 3 rəqəm var. Deməli, 28 ədədinin vergül 3 vaid sola gəlməlidir. Cavabımız olur 0,1028. Diqqətinizə görə təşəkkür edirəm.